Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bu dəfəki buraxılışımız dua və təvəkkül mövzusuna həsr olunub. Həmsöhbətim ilahiyyatçı Ağa Hacıbəylidir. Ağa müəllim, xoş gördük. Xoş gördük. Dua bəlkə də bugün ən çox unutduğumuz, ən çox ehmal etdiyimiz, səhlənkarlıqla yanaşdığımız məsələlərdən biridir. Təvəkkül də həmçinin. Müasir həyatın ritmi içərisində, müasir həyatın o tələskən qovğası içərisində bizim ən çox nəzərdən qaçırdığımız məsələlərdən biridir. Halbuki insanı insan edən bir baxma Rəbbi ilə o ünsiyyətidir, Rəbbinə güvənməsidir. Bir insan üçün dua nə deməkdir? Duasız bir insan mümkündürmü? Əlbəttə ki, ifadə elədiyiniz ibadət önəmli bir dəyər ifadə edir. Hələ də ki, əmr Yaradanın əmridirsə, bunun qul tərəfindən icrası çox önəmlidir. Lakin sürətli bir dünyanın dediyiniz o təlatümləri rüzgarı içərisində qovrulan, sovurulan insan bəzən nəyə etimad etdiyini, kimin qapısını döyəcəyinin, eyni zamanda kimə dua edəcəyini də unutmuş hesab olunur. Amma hər halıyla biz insanıq, biz Adəmin nəslindənik. Bu dünya bir imtihan yurdudur. Burada bəla var, müsibət var, enişlər var, yoxuşlar var. Burada təbii ki, insanın görməsi vacib olan əmrlər, əməllər, əhkamlar mövcuddur. Hər nə olsa belə, insan bu həyat yolunda mənəvi tərəqqisi üçün dua deyilən bir ibadətə ehtiyacı var. Hər halıyla dua Allahın bir əmri, ifadə elədiyimiz kimi bir ibadətdir. Qafur surəsinin 60-cı ayəsində وَقَالَ رَبُّكُمْ اُدُعُونِ أَسْتَجِبُ لَكُمْ deyir. Allah deyir ki, siz mənə dua edin, mən ona cavab verəcəm. Əlbəttə ki, burada bir kontekstə diqqət etmək lazımdır. Dua qul tərəfindən, qulun qəlbi və onun ruhu dili ilə ifadə olunar. Əslində, dua bir bəzək istəməz, ədəbiyyat istəməz, dua görüntü istəməz. Duada o da o Allaha muxlisinə ləhu din. Yəni, insan Rəbbinə xalis şəkildə, ixlaslı və səmiyyəti ilə dua etməli, o qəlbinin pıçıltısı ilə, dərdi ilə, halı ilə sarılmalıdır. Əslində, dua o qədər önəmli bir körpü, o qədər əhəmiyyətli bir ibadətdir ki, Nəbilərin Sultanı aleyhissalatu vesselam Əd-duau muxul ibadə deyir bir hədis-i şəriflərində ki, dua ibadətin elə özüdür və yaxud da başqa cür tərcümə eləsək, dua ibadətin beynidir. Deməli, bir qul bu həyat yolunda səfərə çıxır, duası var. Səfərdən qayıdır, duası var. Namaza başlayır, duası var. Namazdan qurtarır, duası var. İstixvarı var, tövbəsi var. Yeməyə başlayır, duası var. Yeməkdən sonra bir həmdi var. Müsibətlə qarşılaşır, duası var. Yəni, insan geyinir, duası var. Yəni, su içəndə bunun başqa bir duası, yeməkdə başqa bir duası. Həyatımızın hər yönündə dua müminin bir silahı olub. Dua müminin bir qalası olub. Dua mümin üçün bir rəhmət dəryasıdır. Lakin bu qədər ətrafımızda cənnətə aparan, bizi Rəbbimizin rəhmətinə qovuşduracaq, bizə şah damarımızdan bizə yaxın olan Rəbbimizə aparacaq bu yolda ifadə elədiyiniz o tənbəllik eləmək qula gerçəkdən yaraşmaz. Odur ki, mömin olan qul, Allahın Əl-Mümin ismi ilə əxlaqlanmış bir zat, Rəbbimizin əsmasında bu qədər təcəlli edən gözəllikləri alması üçün dua deyilən bir ünsiyyət, dua deyilən bir könül qapısına ehtiyacı var. İnsan dua etdikcə, daxili dünyasının o könlünün yamaçlarını birər-birər təmizləyir. Bütlərdən, kindən, nifrətdən təmizləyir. İnsan dua etdikcə hüzur tapır. İnsan dua etdikcə Rəbbin rəhmət qapısının qarşısında boyun əydiyini bilir. İnsan dua etdikcə nə qədər kiçik olduğunu, Allahın nə qədər böyük olduğunu fərqinə varır. Odur ki, dua bir kiçikdən, yəni quldan öz xaliqinə olan bir yoldur, bir səfərdir. Odur ki, bu ömrü boyu yolumuzda biz buna diqqət yetirəcəyik. Siz diqqət edin Həzrəti babamız Adəmə. O da cənnətdən çıxarıldığı zaman dua eləmişdi anamızla, nənəmizlə bir yerdə. Rabbənə zaləmnə ənfusənə və in ləm təğfir lənə və tərhəmnə lənəkunənnə minəl xasirin demişdi. Biz kimin yolunu gedirik? Gəlin, biz də babamızın yolunu gedək. Madam o bir zəllədən dolayı cənnətdən çıxarılmışdı.
bir aile olarak cennet ocağından, cennet diyarından dünyamıza gönderilmişti. Onlar da buradaki ızdırabı yaşayarak özlerini kınamıştı. Rabbena zalemna nufusena. Allah'ım biz özümüze zulüm ettik. Eğer sen bizi bağışlamasan, bize merhamet etmesen biz ziyana düşenlerden olarak dedi. Hazreti Yunus Aleyhisselam'ı düşünün balığın karnına, o deryaların içerisinde karanlık girdabın içerisine düştüğü zaman o da Sübhaneke la ilahe illa ent inni kuntu minez zalimin. O da özünü kınamıştı. Allah'ım sen paksan, senden başka ilah yoktur. Onun kapısını dövmüştü ki ben zalimlerden oldum. Odur ki bütün enbiyanın, Kur'an'da 25 peygamberin adı zikir olunur. Her nebinin orada seslendirdiği bir dua var. Görür ki dua bir yalvarıştı. Dua əslində qulla Allah arasında olan çox zərif bir ünsiyyətdir. Əslində dua etmək insanın kibirini əridir. Dua etmək insanda qulluq şuurunu dərinləşdirir. Dua insanda tərbiyə əmələ gətirir. İnsanın içində nəfis kimi bir firon var. Onun başına gəmi keçirmək üçün insanın tövbəyə ehtiyacı olduğu kimi duaya da ehtiyacı var. Biz qiyamət günü ədalət tərəziləri ilə haqq hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik. Həzrət Peyğəmbərimiz özü belə gündə 70 dəfə istiğfar edərdi. Əslində istiğfar da bir duadır. Allahdan bağışlanma istəyərdi. Ondan soruşan olanda ki, ey Allahın Rəsulu, Allah sənin keçmiş və gələcək bütün günahlarını bağışlayıb. Sən 70 dəfə istiğfarı niyə edirsən? O deyirdi ki, şükr edən bir bəndə olmuyor mu? Nəticə itibarilə hər nə qədər Allah dərgahında, uca məqamda müəyyən mərtəbələri keçmiş olsalar da, Peyğəmbərlər hər zaman o ünsiyyəti sağlam tutmağa, diri tutmağa, canlı tutmağa təşviq edərdilər və insanlardan da bunu istəyərdilər. Ağa müəllim, namaz sözünün özü də ərəbcədə elə dua deyilmi? Yəni bizim bu ibadətlərimiz, bütün ibadətlərin hamısından danışıram. Allahın bizə etdiyi buyruqları yerinə yetirməyimizin əslində daxilində bir dua var. Ey Rəbbim, sən bunu bizdən istəyirsən, biz bunları sənin rızan üçün yerinə yetiririk və sənin razılığını istəyirik. Bizi razı olduğun bəndələrdən elə şəklində bütün ibadətlər, bütün əməllər, Allah üçün edilən bütün əməllər əslində Allaha bir yalvarışdır, Allaha bir yönəlişdir. Məqsəd əslində burada bu ibadətləri nə qədər səmimi şəkildə elədiyimizdir, nə qədər ürəkdən elədiyimizdir. Quru, zahiri əməlin, göstəriş üçün edilən əməlin bu mənada bir faydası yoxdur. İstərdim ki, bax bu duanın qəlbdən doğması, insanın bir yanğısından qaynaqlanması haqqında danışaq. Hər şeyin yüsəbbihu lillahi mə fis səmavati və mə fil ard həqiqətinə, əsrarına, sirlərinə insan şahid olur. Ona görə pərdələrin götürülməsi, insanın cahillikdən qurtarması əslində qəflətdən xilas olub, haqq yoluna döndüyü zamandan Allah ona sürprizləri yaşadır. Beləcə insan biraz öncə söylədiyimiz kimi bizə şah damarımızdan daha yaxın olan Rəbbə doğru bir yönəlişə başlayır, bir istiqamətə başlayır. Bəli, namazın da belə bir anlamı var. Namaz da yeri gəlsə bir dua mahiyyətindədir, amma bizim bildiyimiz dua kimi deyil. Namazın öz vaxtı var, rükünləri var. Amma dua üçün bəli, duanın bir istiğfar tərəfi var, gecənin qaranlığında ediləcək bir yalvarışdır və qulun Allaha bir yönəlişidir. Əslində Allahım, ənə abduk, mən sənin qulunam, mən yaratdıqlarının qulu deyiləm və çəkib bu dünyanın pəncəsi altından qurtarmaq, nəfsin o 7 başlı əcdahanın hücumlarından xilas olmaz, xannəs olan o şeytanın, iblis ordusunun hücumlarından Rəbbin rəhmət qalasına üst tutan bir qul təbii ki, öz qəlbini təmiz saxlayacaq, duyğularını kirlərdən qoruyacaq və beləcə o tövbə suyu ilə ruhunu təmizləyəcək. Amma duanın bir tərəfi də var. Duaya qonaq olan, dost olan göz yaşlarıdır. Amma bu gözümüzün zahirindən axıb gələn deyil. Bizim gözümüzdən, könlümüzün
coğrafyasına axan, o içimizi təmizləyən göz yaşlarıdır. Doğrudur, göz yaşları 10'dur. 9'u riyadandır. Ama bir göz yaşı var ki cehennemin ateşini söndürür. Gerçekten həqiqi dua, bir əskərin duasına baxın. Dua edir ki Allah'ım mənə şəhadəti nəsib elə. Və Rəbbimiz onu mücahidlik məqamından, səcdə məqamından şəhadət məqamına aparır. Bu əslində bir şəhidin Allah qatındakı nə qədər böyük məqamını göstərir ki, dua insanı görün haradan hara götürür. Və eyni zamanda dua bir insanın həyatını dəyişə bilir. Dua talihi dəyişə bilir. Dua doğrudur bir insanın önündəki böyük hadisəni dəyişməsə də insanın təbiətini dəyişir, onun dünyasını dəyişir. Onu streslərdən, gərginliklərdən, o vulkanik bütün o püskürmələrdən birər-birər xilas edir duanın vasitəsilə. Odur ki, dua müminin silahıdır deyəndə sevgili Peyğəmbərimiz Aleyhisselatü Vesselam bizi tərbiyələndirir. Onun məktəbinin yetişdirməsi olan çağlardan sonra gələn nəsillər belə o tərbiyə ilə birbaşa Allahın Rəsuluna bağlanır, səhabəyə bağlanır, əhl-i beytə bağlanır. Biz dua dediyimiz zaman İmam Zeynəlabdin Əleyhisselamı heç unuda bilmərik ki, biz dua olduğu zaman Bədri də unuda bilmərik, Xəndəyi də unuda bilmərik, Kərbəlanı da unuda bilmərik. Biz Qarabağımızı unutmadığımız kimi, əcdadımızı unutmadığımız kimi özümüzdən sonra gələn nəsilləri də unutmamalıyıq. Biz doğulan evlatlarımız üçün dua edirik. Qurban anında dua edirik. Səfərə göndərdiyimiz zaman dua edirik. Gecə səhərə qədər bizim sərhədlərimizdə, o barıt qoxuyan səngərlərimizdə, o çətin şəraitdə xidmət göstərən əsgərlərimiz üçün nənələrimiz dua etmirmi? Analarımız dua etmirmi? Atalarımız dua etmirmi? Ən birinci duamız onlardır. Ən birinci duamızı biz onlara yönəldirik. Ne üçün? Çünki bir sevgi var. Dua ilə təvəkkülün əlaqəsi, bunlar bir-birini necə tamamlayır? Biraz bu mövzu üzərində dayanaq. Dəyərli Kövsər müəllim, təvəkkülün də imanın bir parçası olduğuna biz inanmalıyıq. Əslində təvəkkül haqqa etimad, Allaha bir gedən yolda bir dayaqdır. Mümin arxasını bu qüdrətə söyküyür və bütün varlığı ilə o inanır ki, o güc onu bu bəladan, o Xaliq bunu bu problemlərdən xilas edəcək. Bütün qəlbi ilə haqqa yönəlməkdir. Bəli, dua biz etdiyimiz zaman tələsirik. İnsan elə çox həyat sürətli olduğu kimi dualarını da dərhal qəbul olmasını istəyir. Unudaq ki, duanın qəbul olması üçün şərtlər başqadır. Dualara cavabın halı başqadır. Bunları bir-birinə qarışdırmamalıyıq. Odur ki, hər bir duanın əslində qəbulu var. Ya bu dünyada bir xəsarətdən bizi saxlayacaq, ya günahlarımızın əfvi üçün olacaq, ya məqbul olacaq və yaxud da axirətə qalacaq. Onun səvabını, əcrini biz orada görəcəyik. Hətta bəzi qaynaqlarımızda göstərilir ki, insan axirətdə deyəcək, kaş dünyadakı dualarım qəbul olmayaydı. Mənim axirət dualarım qəbul olmuş olaydı. Çünki axirətin səhnəsi, mənzərəsi fonunda dünya çox kiçikdir, heç bir şeydir. Odur ki, buradakı etimadımızı əslində Qur'an-ı Kərim fərqli bir şəkildə ələ alır. Çünki dua da təvəkkül kimi bir əxlaqi bir məsələdir. O da bir ibadətdir. Təvəkkül Allahı vəkil eləmək. Amma bizim yerimizə iş görəcək deyil. Biz öz işimizi, dünyəvi məsələlərimizi və məsuliyyətimizi və vəzifələrimizi doğru anlamalı, işi sonuna qədər götürüb məsələni Rəbbimizə, yəni həvalə etməliyik. Yəni toxum əkməliyik, sulamalıyıq və bərəkəti Rəbdən gözləməliyik. Birisi yaxınlaşır məscidə, dəvəsini bağlamadan tərk eləmək istəyir. Allah Rəsuluna ki, ya Rəsulullah, deyir, mən təvəkkül edirəm. Yəni dəvəm burada qalsın. Nəbilər Sultanı ona bir təlim verir. Deyir, öncə bağla, sonra təvəkkül elə. Baxın, Peyğəmbərimiz Aleyhisselatü Vesselamın həyatındakı o qədər örnəkləri var ki, təvəkküllə bağlı. Yəni, o bir möcüzələrlə yaşamadı. Hicrətə çıxdı 622-ci ildə. Sadiq dostu ilə bərabər dostunun birinə yerində yat dedi. Tədbiri orada aldı. Həzrəti Aleyhisselam o gecə o yerə girdi. Kafirləri təbii ki, bir yönü ilə məşğul elədi və bir dostu ilə bərabər səfərə Sevr mağarasına getdi. 3 gün orada qaldı və Mədiniyə tərəf deyil, tam Mədinənin əks istiqamətinə çıxdı. Və beləcə 3 gün orada keçirdi. Orada bilirsiniz, o kafir dəstəsinin hər tərəfi araşdırır, axtarırlar və nəhayət o mağaraya da qədər gəlib çatırlar. Orada Həzrət Əbubəkirin bir əndişəsi var, narahatçılığı var. Rəbbimizin orada bir əmri var. Lə təhzən
innallaha ma'ana. Və iz yaqulu li sahibihi la tahzan innallaha ma'ana. O öz dostuna dediği zaman hüzünlənmə, kədərlənmə, tasalanma. Allah bizlə bərabərdir. Baxın, Allah Resulü Aleyhisselatü Vesselam'ın en çetin, en kritik dövrlərdə belə zərrə qədər təvəkkülündə tərəddüd yoxdur. Məsələn, düşünün, Həzrəti İbrahim Aleyhisselam da ateşlərin içərisinə atılır. Allah mələklərini indirir. Gidin görün qulum nə istəyir? Mələk yaxınlaşır. Həzrəti İbrahim Allahın salamını çatdırır. Bir şeye ihtiyacın var mı? Deyir, halımı Allah bilir. Həsbiyallah və ni'məl vəkil. Mənə Allah yetər, nə gözəl vəkildir. Eyni zamanda digər nəbilərin də həyatında, məsələn, Həzrəti Musa Aleyhisselamı Nəmrudun ordusu dənizin qırağına qədər gətirdiyi an o bilmirdi ki, əsası ilə dənizə vuranda dəniz ikiyi yerə yaralacaq. Amma bilirdi ki, Rəbbi ona hansısa bir sürprizi göstərəcək. Və beləcə bütün peyğəmbərlərin həyatında biz bu möcüzəvi tərəfi görürük. Təvəkküldə tərəddüd olmamalıdır. Təvəkküldə dünyəvi səbəbləri yerinə yetirməliyik. Bir insan xəstələnib, təbii ki, bir dua gözəl bir şeydir. Amma burada duanın daha feili tərəfi biz bir həkimə getməyimiz, normal bir müayinə olmağımız, yaxşı bir reseptə əməl eləməyimizdir. Ancaq bilməliyik ki, o dərmanlar, nə də o dərmanı yazan həkim bizə şəfa verən deyil. Şəfanı verən Rəbbimizdir. Bax, buna inanmaq. Bir hədis-i şərifdə sevgili Peyğəmbərimiz Aleyhisselatü Vesselam buyurur ki, əgər deyir, sizlər də quşlar kimi təvəkkül etməyi bacarsaydınız, deyir, onlar səhər, sübh çağında dənlikləri boş, Rəbbin Rəzzaq qisminə üz tutarlar, amma axşam yuvalarına qaydanda dolu gələrlər. Biz insanlar, baxın biz insanlar, Allahın əhsəni təqvim zirvəsində yaradılmış yeryüzünün xəlfəsi, bu kainat sarayının əziz qonağı olan insan dediyiniz təlaşın içərisində, narahatçılığın içərisində, bir tərəfdən ruzi dərdi çəkir, bir tərəfdən kariyeri dərdi çəkir, bir tərəfdən sərvət dərdi çəkir, kimi sərvətsizliyin, yəni hər bir şeyin, hərisində bir işin dərdini çəkir. Önəmli olan insanın hədəfi, məqsədi və bir məramı olmalıdır. Mən bu dünyada niyə varam? Mənim varlığımın səbəbi sadəcə var, dövlət, sərvət mi toplamaqdır? Mənim varlıq səbəbim gerçəkdən də karyeralarımı inşa etməkdir. Nədir mənim varlıq səbəbim? Məni bu dünyaya yaradan nə üçün göndərib? Mən niyə bir xeyirli insan olmamalıyam? Niyə dərdli bir insanın dərdinə dərman olmamalıyam? Və bu addımlar atıldıqca və insan hər anda Quran-ı Kərimin bu ayəsi və alallahi fətəvəkkəl in kuntum mu'minin. Quran-ı Kərim deyir ki, Allaha təvəkkül etmək üçün imanı şərt qoşur. Gerçəkdən siz möminsünüzsə, deyir, Allaha təvəkkül edin. Haqq hökmüdar, Allah hər şeydən ucadır. Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O, şanlı ərşin Rəbbidir. Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar. Ağa müəllim, çox təşəkkür edirəm. Quran-ı Kərimdə Furqan surəsində Uca Allah buyurur ki, duanız olmasa Rəbbiniz sizə niyə dəyər versin? Bir insanın Rəbbi qatındakı dəyəri onun duasıdır. Minnətdaram. Çox sağ olun, var olasınız. Təşəkkür edirəm. Çox sağ olun. Əziz tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın dərgahı verilişində növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.